Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində xüsusi istedadlı yeniyetmələr və gənclərlə görüş keçirilib. Layihənin məqsədi həssas qrup şəxslərin cəmiyyəti inteqrasiyasını təmin etməkdir. Tədbirin bədii hissəsində qiraətçi Xəzər Süleymanlı və musiqiçi Çinarə Məlikzadə çıxış edib. İstedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi hələ ötən əsrin 70-ci illərindən diqqət mərkəzində olub. Son illərdə də bu tendensiya davam etdirilir. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində qiraətçi Xəzər Süleymanlı və ifaçı Çinarə Məlikzadə ilə görüşün keçirilməsi də bunun bariz nümunəsidir. Məhdudiyyəti olan insanlarla ünsiyyətdə olmaq, onların xüsusən də yaradıcılıq sahəsindəki fəaliyyətini izləmək çox gözəldir. Çünki onları yenidən cəmiyyətə qazandırmaq, onların yaşamaq üçün, insanlarla ünsiyyəti üçün öz daxillərindən gələn hisslərini görmək hansısa bir sahədə çox xoşdur. Dostlarımızın əl işlərini, onların müxtəlif sahələrdəki peşəkar səviyyədə işlərini görəndən sonra anladım ki, bizim dayanmağa, ümumiyyətlə o boşluqda yorulmağa heç bir belə deyə haqqımız yoxdur. Layihə çərçivəsində qonaqlar mərkəzin təlimçiləri və benefisiarların hazırladıkları əl işlərindən ibarət ekspozisiya ilə tanış oldular. Daha sonra onlar təsvir incəsənət studiyasında yaradıcılıq prosesinə qoşularaq öz bacarıqlarını sınadılar. Mərkəzin tələbələri, təlimçiləri və könüllüləri müğənni Çinarə Məlikzadə və qiraətçi Xəzər Süleymanlı ilə birlikdə musiqi və poeziya nümunələri səsləndirdilər. Mən ümid edirəm ki, gələcəkdə belə bir tədbirlərimiz çox olacaq və biz maksimal dərəcədə bizim benefisiarları belə bir tədbirlərə cəlb edəcəyik. Bura gəldim, elə bil ki, öz doğma məkanımı, mənim daxili dünyam idi bura. Yəni danışmasam da baxım hər tərəfə, yəni çox rahatlaşdım, mənəvi rahatlıq tapdım. Onların daxili dünyası ilə tanış olmaq çox xoş oldu mənə. Çox maraqlı baxış açıları, yanaşmaları çox fərqli idi. Mən onların həssas, duyğusal qəlbindən öpürəm. Tədbirin keçirilməsində məqsəd həssas qrup şəxslərin incəsənət vasitəsilə sosial inteqrasiyasını gücləndirmək, onları motivasiya etməkdən ibarətdir. Oruc Ələsgərov, Vahab İmanzadə, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.